İmam Hüseyn əleyhissalam özünün bildirdiyi kimi, məsələn, soruşanda ki, neçə nəfər soruşdular da, niyə görə gedirsən, niyə görə uşaqları özündən aparırsan? Belə bir cavab verdi ki, Allah məni şəhid bu yolda, bu işdə. Məni şəhid və ailəmi də əsir görmək istəyir. Düzdür, bu sözün, məsələn, insan düşünə bilər ki, ola bilər ki, İmam Hüseyn əleyhissalam bu məsələdə məcbur idi. Məcburiyyət qarşısında qalıb bu işi görməli idi. Çünki Allah belə istəyir. Başqa bir ixtiyarı yox idi. Bu baxışla yanaşsaq məsələyə təbii ki, düzgün baxış deyil. Aləmlərin Rəbbinin qarşısında, yəni Allah qarşısında təslimiyyət ondan başqa hər bir şeydə nədir? Qalib olmaqdır, məğlub olmaq yox. Amma əksinə olsa, insan Allaha təslim olmasa, ondan başqa hər bir şeyin qarşısında nə olacaq? Məğlub olacaq. İmam Hüseyn əleyhissalam bu işi yerinə yetirməkdə Allah qarşısında təslimiyyətin, təslim olma. Necə İbrahim peyğəmbər əsləmtü li Rabbil aləmin, İmam Hüseyn əleyhissalam da ki, əsləmtü li Rabbil aləmin. İmam Hüseyn əleyhissalam da təslimiyyəti gətirdi, göstərdi Kərbəlada. Həm özü, həm də övladları, həm də yaxınları, həm də dostları, həm də ailəsi. O təslimiyyət məfhumu idi İmam Hüseyn əleyhissalamın Kərbəlada gördüyü missiyanın ta bugünkü günə qədər yaşamasına səbəb olan.